Abşeron rayonu Masazır kəndində yerləşən 13 mərtəbəli binada istilik sistemi işləmir. Qazanxananın fəaliyyəti dayandırıldığı üçün artıq bir neçə aydır burada həm istilik sistemi, həm də isti su tamamilə kəsilib. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də nəticəsiz qalıb. Binada istilik sistemi sıfır vəziyyətdədir, verilmir. Koteldə iş dayandırılıb. İsti suyumuz yox. Bir dəqiqə durmuşuq da, bura istidir. Gedək mənim evim buz kimi, mən 3 aydır xəstə yatıram. Həm qazanxana istiliyi bu buradan təmin olunur, həm də su buradan təmin olunur. Yəni bu işləmirsə təsəvvür edin, çöküb də bura. Söhbət Masazır kəndi Duz Zavadı yolu 2-ci massivdə yerləşən Məzun Evi Sosial Xidmət müəssisəsindən gedir. Bura valideyn himayəsindən məhrum gənclərin məskunlaşdığı binadır. Sakinlər bildirirlər ki, artıq 7 aydır istilik sistemi işləmədiyinə görə həm evlər soyuqdur, həm də isti su yoxdur. 6-7 aydır ki, qazanxananın fəaliyyəti tamamilə dayandırılıb. İş gedirdi, həmən işi də bir həftə bundan qabaq atdılar, yarımçıq sıxıla getdilər. Çox uşaqlı ailələrdir bunlar hamısı. Qış girsə, yəni bu həlli bərbad olacaqdır. O 3 dənə qazan sistemindən biri sıradan çıxırdı, ikisini istifadə edirdilər. O olmaz da, yəni 3 dənə qazan işləməlidir ki, eyni dərəcədə 3 dənə binaya və 4 dənə binaya normal, stabil qaytarsın da istilik sistemi. Sıradan çıxırdı, gəlirdilər, yalandan yamalayırdılar, çıxırdılar, gedirdilər. Elə indi opşu hamısı sıradan çıxıb. İndi bu dəqiqə hava sərindir, qışa doğru gedirik, bir ayımız qalıb. Bu qışda yaxşı nə qaracaq? Sakinlər bildirirlər ki, aprel ayından bu yana dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da heç bir müsbət nəticə yoxdur. Dediklərinə görə hər dəfə problemin yaxın zamanda həll olunacağı vəd edilsə də vəziyyət dəyişməyib. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirildi ki, ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Sakinlərin istiliklə bağlı yaranan narahatlığının aradan qaldırılması istiqamətində də müvafiq işlər artıq yekunlaşmaq üzrədir. Günəş Rzayeva, Diana Cəlali, Kənan Abdullayev, Spice xəbər.